Ben Tunar. Bugün kanalımızın birinci günü olduğu için ve ilk videolarım olduğu için dedim ki niye yarım saat sonra bir tane video daha atmayayım. Ben de indi bu defa dinozor ova eləməyəcəm. Bu defa size bu məlumat vereceğim dinozorlar hakkında. Mən birinci xəritalar hakkında məlumat vereyim. Bakın bu harita benim en sevdiğim haritadır. Delphius Hills. Bu da Fortchix'in. Bunu da hoşuma gider ama bu harita biraz meşalik ve şey olduğu için çok hoşuma gitmir. Nəticələrdə belə bu da gedir hoşuma, bu da gedir, bu hoş getmir, bu da getmir, bu da hoşuma gedir. Yəni xüsusi haritalar haqqında məlumat verdi amma əsas dinozorlar haqqında məlumatdır. Baxın. Həmin dediyim gibi bu Parasaurolophus oyunun birinci dinozoru. Uzunluğu 15 ila 24 fit, yani 5 ila 8 metr arasında dəyişir. Ağırlığı ise tam 3 yarım ton arasında dəyişə bilir. Yediği şeyler bitkilər, meyvə zaddır. Mən öldürdüğünde verdiği skorda tam 10 puan verir. Və oyuncu üçün heç bir təhlükəsi yoxdur. Və ikinci dinozorumuz Ankylosaurus. Boyu 13 ile 21 fit arasında dəyişən 4 ila 7 metr arasındadır. Ağırlığı tam 2,5 tondur ve bunun da yediği şeyler bitkilerdir. 12 puan verir ve təhlükəsi yoxdur onun üçün. Və Stegosaurus. Bunun da boyu 6 ila 10 metr arasında dəyişir. Ağırlığı digərlərindən daha çoxdur. Tam 7 ton ağırlığındadır. O da bitki yeyir ve tam 14 puan verir ve təhlükəsi yoxdur oyuncu üçün. Və Pachylosaurus. Yəni özü təhlükəli görünsə də oyuncu üçün heç bir təhlükəsi yoxdur. Boyu 4 ilə 6 metr arasında dəyişir. Ağırlığı 2 tondur. Bitki yeyir və tam 16 puan verir oyuncuya. Və bu oyunun sonuncu təhlükə verməyən canlısı olan təhlükəsiz olan canlısı Amargasaurus. Boyu tam 8 ile 10 metr arasında dəyişən, ağırlığı 8 ton olan və bitki yeyir və tam 16 puan verir. Ama şimdi bütün bu otçuları, yani ət yeməyənləri çağırın bak. Ama indi oyun əsl başlayır. Bu oyunun en birinci vəhşi heyvanı olan, vəhşi dinozoru olan Allosaurus. Boyu 4 ile 6 metr arasında dəyişir. 2 yarım ton ağırlığındadır ve yemeği ət yeyir ve oyuncu da dahil, yani mən də dahil oyuncuyu tuta bilərsə yeyə bilir və oyundakı və çox təhlükəlidir və 20 puan verir. Bu da Allosaurus kimi ikinci vəhşimiz olan Oviraptor. Boyu 2 ilə 3 metr arasında dəyişir. Ağırlığı 1 ton. Hər şeyi yeyə bilir və tam 20 skor və oyuncuya 20 skor verir və çox təhlükəlidir. Bu da oyunun bəlkə ən çıxılı canlısı Celophysis. Uzunluğu 2 ilə 3 metr, ağırlığı tam 30 kilogram və yediği şeyler ətdir. Digər dinozorlardan xırda olsa bile yine de grupca, yani tək başına değil, yanında çoxlu öz qardaşlarıyla dolaşarak aynı Türkiyədəki kekolar kimi bütün dinozorlara qorxu salır. Boyu xırda olsa da yine de təhlükəlidir ve oyuncuya tam 16 skor verir. Və Chasmosaurus. Boyu 6 ile 8 metr arasında dəyişən, ağırlığı 4 yarım ton olan ve bitkilər yeyir ve oyuncuya 20 skor verir. Ama əgər oyuncu bu canlıya yaxınlaşarsa veya bu canlıya yaxından vurarsa, bu canlı təhlükəlidir. Özü bitki yesə də, otçul olsa da yine de oyuncu üçün təhlükə yaratır. Oyuncu yaxından veya vurarsa və onun dibinə girərsə, oyuncuya vəhşi şəkildə üstünə cuma bilir və oyuncuyu əzə bilər.
Və bu canlı iguanadan da eyni bu üç boynuzlumuza dediyimiz kimi oyuncu yaxınlaşdığında və yaxından vurduğunda təhlükəlidir. Uzaqdan vuranda qaçan qorxaq dinozordur. Boyu 6 ilə 9 metr arasında dəyişir. Ağırlığı 4,5 tondur və oyuncuya gir və oyuncuya tam 18 puan verir. Və indi bir dənə də ət yiyənimiz var. Velociraptor. Boyu 3 ilə 5 metr arasında dəyişən, ağırlığı 2 ton, 2 tona çıxa bilər. Yəni özü bizim digərləri kimi, digər yekə dinozorlar kimi, məsələn bundan qabaq saydığımız bu üçlü vəhşilər kimi o da ət yeyir və vəhşidir və təhlükəlidir. Və bir də bizim Velociraptor kimi o təhlükəli olan Troodon. Boyu 3 ilə 9 metr arasında dəyişən, ağırlığı 2 ton, Velociraptor kimi ət yeyə bilən və tam 25 puan verir və təhlükəli heyvandır. Və Spinosaurus oyunumuzun yəni ən başdakı ən böyük vəhşi dinozorlarından biridir. Boyu tam 10 ilə 14 metr arasında dəyişir. Ağırlığı 15 tona qədər çıxa bilir və bu canlımız da ət yeyə bilir. Və ağırlığı deyil, əstəğfurullah, və oyuncuya tam 30 puan verə bilir və çox təhlükəlidir. Və Spinodan sonra Utahraptor. Boyu 6 ilə 8 metr arasında dəyişir. Ağırlığı 3 tondur. Diyeti ətdir, yəni ət yeyə bilir və özü kimi dinozorları da yeyə bilir. Və oyuncuya tam 30 puan verir və çox təhlükəlidir. Və Ceratosaurus. Spinodan xırda olsa da yenə də oyunun təhlükəli və sürətli canlılardan biridir. Böyle uzunluğu 8 ilə 10 metr arasında dəyişir. Ağırlığı 6 ton. O da vəhşidir və ətlə qidalanır. Oyuncuya tam 35 puan verir və çox təhlükəlidir. Və aynı Ceratosaurus kimi də Carnosaurus da vardır. Bu ikisinin ortaq özəlliyi, yəni ikisinin də oxşar şeyləri, hər ikisində boynuzu vardır. Bu da xırdadan bir də məlumat olsun sizin üçün. Bunun bir dənə boynuzu var Ceratosaurus'un. İndi danışacağımız Carnosaurus'un da tam 2 dənə boynuzu vardır. Carnosaurus'un tam boyu 8 ilə 9 metr arasında dəyişir. Ağırlığı 3 ton. Diyeti ətdir və bəzi başqa dinozorları belə yeyə bilir. Böyle oyuncuya 45 puan verir və çox təhlükəlidir. Və oyunun T-Rex'ten sonra ən vəhşi canlısı olan Gigantoraptor. Boyu tam 8 metrdir. Ağırlığı 2 ton, yəni boyuna görə ağırlığı azdır, amma çox vəhşi və sürətlidir. Diyeti həm ət, həm də bitki yer. Yəni həm omnivordur, həm ət yeyə bilir, həm də ot yeyə bilir. Amma oyunda ot yeyə bildiyini mən çox görməmişəm. Hər halda oyuncuyu görəndə mən ot yeməyə ötürürəm deyib bizim ət yeməyə başlayır. Və çox təhlükəlidir. Və əsas gəldik oyunun kralına. Oyunun ən vəhşi və ən təhlükəli dinozoru olan T-Rex. Uzunluğu 10 ilə 14 metr arasında dəyişir. Ağırlığı 8 ton. Yeyə bildiyi bütün hər şeyi yeyə bilir. 70 puan, oyuncu 70 puan verir və burada oyuncu üçün çox təhlükəlidir, amma T-Rex'in bədəninin hər tərəfinə, yəni belə boynuna, başına, ayağına, quyruğuna vursaz, T-Rex'i öldürənməzsiniz. T-Rex'i öldürmənin tək yolu onun gözünə, tapanca ilə gözünə vuraraq onu bir dəhəmlik öldürməkdir. Əgər gözü dışında harasa başqa bir yerə vurarsaz, artıq T-Rex ölmək əvəzinə əsəbləşər və oyuncunun üstünə gələrək oyuncuyu öldürə bilər. Və indi dinozorları qutardıq və indi silahlar haqqında məlumat verməliyik. Və pistol oyunun birinci silahıdır. İçində tam 16 mərmi vardır və
digər yəni dinozorları öldürmək üçün zəifdir, amma T-Rex üçün epey güclü bir silahdır. Və pompalı, yəni shotgun. Bu silah oyunun ikinci silahıdır və dinozorları öldürmək üçün yaxşı bir silahdır. Dinozorları öldürmək üçün yaxşı bir silahdır və yaxın məsafədə çox güclüdür. Və bu da pompalının dayı oğlusu double shotgun, yəni iki tərəfli pompalı. Bu normal pompalıdan daha güclü vurur, yaxında da daha etkilidir və bu silahımız oyunun ən səssiz silahı X-Bow, atarlı yay. İçindən atdığı yaylar o qədər səssizdir ki, ətrafdakı heç kim o ateş eləyəndə bu silahla heç kim eşitmir. Və Rifle, oyunun tarihi silahı. Eyni minigun kimi dinozorları taramaq üçün oyuna eklənmişdir. Ən çox, yəni oyuncular tərəfindən ən çox istifadə edilən silahlardan biridir. Və sniper, oyunun ən uzaqdan vura bilən silahıdır və bildiyiniz tam 160 metrə qədər məsafəsi var. Yəni oyunun ən sonuncu dinozoru görə bildiyiniz ən sona qədər məsafəsi vardır. 160 metrdən vura bilər və oyunun ən sonuncu və ən güclü silahı Lvovdur, yəni 6 patlar. Bu silah sizə qısa bir də məlumat olsun. Bu silah əvvəldən vəhşi batıda, yəni 1800'lər vaxtında, yəni bilirsiniz nə tərif? Elə o şeriflər var ha. Onlar tərəfindən istifadə olunmuşdur. Oyunun güclü silahlarından biridir. Yaxında da güclü, biraz uzaq məsafədən də güclüdür. Mənim ən çox istifadə etdiyim silahlardan biridir. Beləliklə videonu qurtarmış oluruq. Bu gün özəl, yəni yeni kanalımı yeni açdığımı və sizin kimi takipçiləri sevdiyimizə və sizə sevgimi göstərmək üçün oyuna, yəni bu günlük 2 dənə video atdım. Amma normalda 1 və ya 2 gün aralıqla video atacağım artıq. Bəzi dolu olduğum vaxtlarda, mən çünki məktəbə gedirəm, bəzi dolu olduğum vaxtlarda o gündən qabaqki videoda sizə məlumat verəcəm, nə vaxt video atacağımı və ya atamayacağımı. Siz də beləliklə məlumatınızı alacaqsınız və beləliklə məlumatınız olacaq. Hətta oyunun adını maraqlananlar və ya oyunu oynamaq istəyənlər üçün oyun adı tam buradadır. Qırmızı ən üstə yazılan hərflər var ha. Carnivore Dinosaur Hunter, yəni vəhşi dinozorovu. Videomuz bu qədər idi. Gününüz xoş keçsin. Xoşça qalın və sağlıqla qalın. Bay bay.